Hər birinizi salamlayıram dostlar. Bugün yenə GeoGuessr videosu ilə qarşınızdayım. Bu dəfə ölkələri tutuzdurmağa çalışacağım. Battle Royale Countries görək necə olur. Artıq 7 nəfər var, 15 saniyə qaldı başlamağa, 8 oldu. Dokuz oldu. Və 10 oldu. Tam dolu lobi ilə başlayırıq oyuna. Aha. Ha, bu da nədir? Perun, Beringin, İndahlistar. Ha, bu İndonezya bayrağıdır da. Bayrağı daha tez görsəm daha tez tapardım. Nəysə, əsas ki tapdıq. Həm də birinci round elədik ki, yəni burada yəni kimlənsə tez tapmaq önəmli deyil, əsas odur tapasan. O növbəti roundlarda ki, yəni tez tapmalısan. Hamı tapdı. İndi ikinci raunda keçirik, görək bura hara olacaq. Yenə dərhal seçim eləyir adamlar. Bu dəfə nəyə əsasən? Amerikaya oxşadı və bəli. Tapdıq və indi 9 nəfər qaldıq. Adamlar güclüdürlər, görünür ki. Görək necə olacaq. Ha, İsveçrə. Yəni nöqtə C-hı İsveçrədir. Yəni o site, yəni necə ki bizdə nöqtə azdır, İsveçrədə nöqtə C-hı düzdür, bilmirəm niyə C-hıdır. Amma tez bir zamanda bunu da araşdıraram. Nəysə, əsas buradan sağ çıxdıq. İki nəfər də tapsa növbəti round başlayacaq. Amma belə ən pis halda 20 saniyə sonra başlayır. Və tapdılar. İndisə görək bura haradır. Buradan yok. Aşağıdan gidelim. Ev biraz çok gitti. Bura. Bu nedir böyle? Slovenya yok değil. Görək burada ne var? Balkanlardan bir yere oxşuyur. Çünkü əksəriyyət yani oradan seçir. Bolqarıstan da deyil. Məncə list eləməyəcəm, list eləyəcəm. Malta yoxsa Tunis? Malta olar. Və Maltaymış. Mənə elə gəlir ki, Malta təzə gəlib oyuna. Çünki Maltanı ilk dəfə görürəm, mənə elə gəlir.
başladılar təxminlərə, amma hələ ki tutuzduranmayıblar. Bir nəfər tapdı. Polşa ola bilər bəlkə. Deyil. Polşa deyil. Macaristan bəlkə və yaxud Baltikyanı ölkələrdən biri ola bilər. Macaristan da deyil. Latviya səhv olub, Litva seçəcəm. Və tutduq, yes. Və artıq finaldayıq. 2 nəfər də aldıq. Litvanın tutması super oldu. Elə burada Avropa yeridir, görünür ki. Amma bilmirəm haradır. Mazarstanmış, adam tapdı. Və ikinci olduq. Məncə yaxşı oynadıq. Yəni finala qaldım. Yəni elə də asan olmadı. Yəni adamlar da güclü idilər, amma yenə də finala dalmağı bacardım. Nəysə, bugünkü videomuz da buradır. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.